Herkese salam. Gəlin bugün sizinlə birlikdə Nabranda yerləşən Şahdağ İstirahət Mərkəzini gəzək. Gördüyünüz yol Muqtədir qəsəbəsindən üzü Nabran tərəfə gələn yoldur. Yolun digər ucu isə Rusiya sərhədinə doğru gedir. Deməli, bu istiqamətdə gəlirik. Yolun sağ hissəsi tam dəniz mənzərəlidir. Deməli, yol gəldikcə Dostluq İstirahət Mərkəzindən bir sonra yerləşən istirahət mərkəzidir. Və belə bir tablo qarşınıza çıxır yolun sağında. Və buradan yolun soluna doğru belə bir zığır çıxır. Yəni buradan bura gəlib sola dönürsünüz. Və Şahdağ girişinin altına gəlirik. İçərdən də sol tərəfin görüntüsü belədir. Yəni dəniz tam qarşıda. Girişdə də Azərbaycan bayrağı asılıb. Sol tərəfdə belə bir skameyka, oturmaq üçün masa və digər tərəfdə də ağac kütüyündən düzəldilmiş oturmaq üçün masa, stol, belə şeylər var. Yanında bir dənə kafe də fəaliyyət göstərir. Onun da adı Şahdağ kafedir. Həm kafe, həm də mini market balaca. O sarı bina olan hissədə, yəni narıncı bina, administrasiya oturan hissədir. Yəni gələnlər ilk öncə orada qeydiyyatdan keçirlər. Sonra gedib öz kotejlərində yerləşirlər. Burada nisbətən böyük bir bisetka var. Və içərisində skamya, oturmaq üçün stol və bir ədəd bilyard masası. Bir ədəd də tenis masası var. Amma raketka görmədik. Yəqin ki, kim oynamaq istəyir özü gətirir. Üzbəyüzdə belə bir ərazi var. Kənarlarında skamyalar. Və bu gördüyünüz yer isə bina tikili. O da yeməkxanadır. Bəli, bu isə yeməkxanadır. Gündə 3 dəfə qonaqlar yeməklə təmin olunurlar. Bu da kotejlərdir. Bir dənə də skamya, stol burada var. Bu hissədə də voleybol meydançası var. Bir dənə voleybol setkası çəkiblər. İstəyənlər top gətirib voleybol oynaya bilər. Və cəmi bir ədəd basketbol oynamaq üçün bir dənə basket səbəti var. Yəni bundan ikincisi yoxdur, bir dənədir. Ətraflar da ağaclarla çevrili. Kotejlərin də qabağına belə bir zibil qabı qoyublar. Zibil atmaq üçün. Digər tərəfdə. Yəni zibil qabı məsələsində problem yox idi. Yəni zibil qablar əl çatandır.
Diğer kotejler ve kotejlere de bak, belə bir yol çəkiblər. Həm istirahət mərkəzinin içində gəzmək üçün, həm gedib gəlmək üçün. Ara sıra belə bir çeşmələr də var. Yəni ən üzüməyə. Buradan da su axır. Arxa tərəfi də tam meşədir. Buradan da cığır meşəyə doğru gedir. Kotejlərin içərisində yəni sanitar qovşağı, yəni tualet tamam olmasına baxmayaraq əlavə bir dənə də tualet var çöldə istəyənlər üçün. Yəni kişi, qadın ayrı. Bunlar alaturka tualet deyirlər. O tipli tualetlərdəndir. Amma kotejin içindəkilər onlar normal unitaz istifadə olunur. Burada da diğer bir çeşmə. Yağın söndürmə ləvazimatları. Və diğer bir çeşmə. Və domik, yəni ki, kotejlərin ortasında da oyun parkına gəldik. Burada da uşaqların əylənməsi üçün çeşitli atraksiyonlar, amma yəni çox da geniş çeşitli deyil. Yerləncək var. Və hər kotejin də qabağında belə bir skamya, masa var ayrıca. Sırf orada qalanlar əyləşə bilmək üçün. Və təkrar çıxışa gəldik. Buradan da dəniz sahilinə gedə bilirik. Və dəniz kənarında da belə bir zibil qabı düzəldiblər. Bu da çox yaxşı haldır. Dəniz kənarı boyunca da belə ağac kötüklərindən, oduncaqlarından düzülüb. Yəni bunların da üzərində oturub dəniz mənzərəsini seyr edə bilərsiniz. Bugünkü video bu qədər. Bəyəndinizsə nə etmək lazımdır bilirsiniz. Növbəti videolarda görüşənədək.